Bismillahirrahmanirrahim. Biz cəmiyyətdə insanların davranışlarına diqqət eləsək, görərik ki, insanlar biri-birinə zahiri görünüşlərinə görə, zahiri hallarına görə daha çox hörmət edirlər. Birinin vəzifəsinə görə hörmət edirlər, vəzifəsinə görə ehtiram edirlər. Bəzən görsən birinin varına görə, dövlətinə görə ehtiram edirlər, hörmət edirlər. Hətta zahiri görünüşünə görə də insanlar bir-birinə qiymət verirlər. Və yaxud da ki, zahiri geyiminə baxıb insanlar bir-birinə qiymət verirlər. Məsələn, bir şəxs sadə bir geyimdə bir məclisə daxil olarsa, ətrafda olanların diqqət mərkəzində olmaz. Amma bir insan vəzifəli olarsa, bir insanın geyimi dəbdəbəli olarsa, varı dövləti olarsa, daxil olduğu məclisdə əksər insanların diqqəti onun üzərində olar. Bu halda gətirib çıxardır ki, insanlar arasında insanların bir-birinə qarşı olan davranışı tamamən yanlış düşüncədə olur. Yəni, bir-birinə qarşı təkəbbürlü halına gətirib çıxardır, bir-birinə qarşı özünü bəyənməklik halına gətirib çıxardır. Amma biz Qur'an-ı Kərimin ayələrinə baxsaq, Qur'an-ı Kərimin məntiqinə baxsaq, Qur'an bizə onu öyrədir ki, insanların zahirinə yox, insanların batininə fikir vermək lazımdır. Bu hal bəzən o həddə gəlib çatır ki, insanlar bir-birinə qarşı təkəbbürlü olur. Və bəzən də görürsən ki, zahiri görünüşünə görə insanlar bir-birini məsxərə edir, bir-birini lağa qoyur, bir-birini hörmət eləmir, bir-birini ələ salır. Amma biz Qur'an məntiqinə baxsaq, görərik ki, Qur'an bizə insanlarla davranış qaydasında onların zahirinə yox, batininə, onların mənəvi keyfiyyətlərinə daha çox əhəmiyyət verməyimiz, Qur'an bizə bunu öyrədir. Qur'an-ı Kərimdə belə bir ayə var, Hucurat surəsinin 11-ci ayəsində. Allah buyurur, Yə əyyuhəl-ləzina amanu, ey iman gətirənlər. Lə yəsxər qavmi min qavmin, sizdən bir dəstə insan, digər bir dəstəni məsxərə etməsin. Əsa ən yəkunu xeyrən minhum, mümkündür ki, ola bilər ki, məsxərə olunanlar məsxərə edənlərdən daha xeyirli olsun. Yəni, bu ayədən biz görürük ki, həqiqətən də insanın zahirinə baxıb ona qiymət vermək olmaz. İnsanın zahirinə baxıb onu məsxərə etmək olmaz. İnsanın zahirinə baxıb ona hörmət etmək olmaz. Gördük ki, ayə bizə onu göstərir ki, yəni bir dəstə insan digər bir dəstəni məsxərə etməsin. Mümkündür ki, o məsxərə olunan, yəni ələ salınan, təhqir olunan, təhqir edəndən, məsxərə edəndən daha xeyirli olsun. Yəni biz o şəxsin zahirinə baxırıq, amma batinindən xəbərimiz yoxdur. Və ayənin dalında buyurur ki, Və la nisa'un min nisa'in əsə ən yəkunnə xeyrən minhunnə. Həmçinin bu hal deyir, qadınlar arasında da baş verir. Yəni bir dəstə qadın digər bir dəstə qadını da məsxərə etməsin. Ola bilər ki, məsxərə olunanlar məsxərə edənlərdən daha xeyirlidir. Bu ayədən biz belə nəticə əldə edirik ki, biz gərək insanların zahirinə baxıb, yəni onların vəzifəsinə baxıb, onların geyiminə baxıb, onların zahir görünüşünə baxıb insanlara qiymət vermək olmaz. İnsanların qiyməti, insanların dəyəri onların batini keyfiyyətləri iləndir, mənəvi xüsusiyyətləri iləndir. Eyni surənin, yəni Hucurat surəsinin 13-cü ayəsində Allah bu məsələni qısa olaraq, konkret olaraq bizə belə bəyan edir. Yəni insanlar arasında o təbəqələşmə ki var, bunlar insanların bir-birinə qarşı yaratdığı hallardır. Biri zəngindir, biri fəqirdir, biri zahiri gözəlliyi var, birinin zahiri gözəlliyi yoxdur, birinin geyimi yaxşı olar, birinin geyimi yaxşı olmaz. Bu təbəqələşmə insanların bir-birinə qarşı etdiyi, yəni o təbəqələşmədir. Yəni dində bunların heç bir önəmi yoxdur. Allah bizə bunu qısa və konkret olaraq belə göstərir ki, Hucurat surəsinin 13-cü ayəsində Allah buyurur, İnnə əkrəməkum indəllahi ətqakum. Həqiqətən də Allah yanında sizin ən hörmətliniz. Görürsünüz, Allah buyurur ki, yəni mənim yanımda insanların ən hörmətlisi, ən təqvalısı olandır. Yəni zəngin olmaq, zahiri görünüşü gözəl olmaq, vəzifəli olmaq, bunların Allah yanında heç bir hörməti, heç bir dəyəri yoxdur. Allah buyurur ki, mənim yanımda sizin ən hörmətliniz, sizin ən təqvalı olanınızdır.